Ötən il həll olunmamış böhranlar bu il yeni müharibələrə səbəb ola bilər. Belə ki, son illərdə hərbi büdcələrə ayrılan külli miqdarda pullar, kosmik təhlükəsizlik və hibrid müharibələrdəki sürətli inkişaf 2026-cı ildə özü ilə birlikdə qlobal miqyasda geosiyasi gərginliyin, həll olunmamış müharibələrin və ya yeni gərginlik nöqtələrinin kəskinləşməsi dövrünü sürətləndirə bilər. Bir çox regionda münaqişə ocaqları aktivliyini qoruyur. Ukrayna və yaxın şərqdə davam edən münaqişədən tutmuş, Qəzzadakı kövrək atəşkəsə və Venezuela və Tayvanda gərginliyin artmasına qədər bir çox yerdə qeyri-sabitlik hökm sürür. Bu fonda Warwick Universitetinin beynəlxalq münaqişələr üzrə təhlil professoru Loizides Neofitos yaxın illərdə dondurulmuş görünən münaqişələrin buzunun bir anda açıla biləcəyini proqnozlaşdırır. Biz yaxın bir neçə 10 illikdə əvvəlkindən daha çox münaqişə görəcəyik, deyə Neofitos bildirib. Yəni risklər bir bölgə ilə deyil, eyni vaxtda bəzi qlobal sarsıntılarla əlaqəli ola bilər. Bütün bu tendensiyalar isə ağıllara bir sual gətirir. Görəsən 2026-cı ildə dünya hansı yeni müharibələrə şahidlik edəcək? Yarana biləcək və yenidən alovlanacaq gərginlik nöqtələri arasında Yaxın Şərq regionu siyahının başında yer alır. Ekspertlər regionda bir çox problemin dondurulduğunu, lakin heç birinin hələ də həll yolunun tapılmadığını qeyd edir. İlk olaraq bir müddət əvvəl bölgədə yaradılan Somaliland adlı bir bölgə var ki, Türkiyə və Misirdən bura yönələn mənfi reaksiyalar özünü çox gözlətməyib. Bunun bölgədə bir müddət sonra yeni münaqişəyə səbəb olacağı istisna edilmir. Yəmən və Səudiyyə Ərəbistanı arasında Hadramut bölgəsi eskalasiya riskinin yüksək olduğu yerlər arasında göstərilir. Çünki Hadramutdakı qarışıqlıqlar regiondakı balansa az da olsa təsir göstərə bilər. Bu isə öz növbəsində yeni münaqişə ocağı yaradacaq potensiala malikdir. Kövrək atəşkəsə sahib olan Qəzza münaqişəsi isə bir başqa problemdir. Ona görə ki, 2 illik dağıdıcı döyüşlərdən sonra İsrailin dayanacağına və ya Həmasın tərk silah olunacağına dair heç bir əlamət yoxdur. Belə davam edərsə, bu aşağı intensivlikli bir münaqişəyə çevrilə bilər. Digər tərəfdən region bu il yenidən İran-İsrail toqquşmasına səhnə ola bilər. Tehranın nüvə proqramı ətrafında heç bir razılaşmanın olmaması fonunda Amerika Birləşmiş Ştatları və İsrail liderlərinin bu yaxınlarda baş tutan görüşü gərginliyin yeni fazasının baş verə biləcəyi ehtimallarını gündəmə gətirir. Ekspertlər hesab edir ki, 2026-cı ildə ilk münaqişə məhz elə Yaxın Şərqdə başlayacaq. Geosiyasi baxımdan vəziyyət gərginləşə bilər. Çünki keçən il bəzi problemlər həll olundu, ancaq bəzi böhranlar var ki, yarımçıq olaraq qaldı. Xüsusən də Yaxın Şərq regionunda. Bura tarixi boyu müharibələrin olduğu yerlərdən olub. Fikrimcə, bu il başlaya biləcək müharibələrdən biri də bu regionda ola bilər. Çünki İsrail və İran arasında heç bir razılaşma olmadı. Qəzza məsələsində isə hələ də bəzi razılıqlar əldə olunmalıdır. Hazırda dünyanın münaqişəyə açıq nöqtəsi kimi Latın Amerikası və Asiyada önə çıxır. Xüsusən də Çinin geniş miqyaslı davam edən təlimləri Tayvanı zaman-zaman ordunu döyüş hazırlığı vəziyyətinə gətirməyə məcbur edir. Pekinin bir müddət əvvəl ada yaxınlığına yığdığı çoxsaylı döyüş gəmiləri və aviasiya qüvvələri, həmçinin Justice Mission 2025 adlı təlimlər zamanı onlarla raketin adaya doğru atılması yeni müharibənin ayaq səsləri kimi qiymətləndirilir. Digər tərəfdən Tayland və Kamboçya arasında geniş miqyaslı bir müharibənin başlaması ehtimalı az olsa da, sərhəd mübahisələri və hərbi gərginliyi indiyə qədər davam edir. Xüsusilə kiçik qarşıdurmalar 2025-ci ilin sonunda daha da şiddətləndi və hər iki ölkə sülh ilə həll yolları axtararkən Taylandın hərbi üstünlüyü və Kamboçyanın diplomatik təşəbbüsləri mövcud vəziyyəti sabitləşdirə bildi. Lakin bu sabitliyin ötən il ərzində dəfələrlə pozulduğunu nəzərə alsaq, bu ildə analoji tendensiyanın yaşanacağını gözləmək olar. Aydındır ki, sülhə doğru bəzi addımlar atılıb. Zelenski dedi ki, sülh müqaviləsinin 90% razılaşdırılıb. Bu isə münaqişənin sonuna gəldiyimizi göstərir. Lakin bəzi qərb dairələri müharibənin davam edəcəyini deyir. Çünki tərəflər arasında problemlər yaşanır. Məsələn, son dron hücumu. Ukrayna tərəfi bunu təksib edir, ancaq bunun Rusiya üçün fərqi yoxdur. Moskva sülh üçün atılan addımları göz ardı etməyə davam etsə də, müharibə hələ bir müddət daha davam edəcək. Bu il Hindistan və Pakistanın Kəşmir üzərində yenidən gərginlik yaşamaq ehtimalı yüksək qiymətləndirilir. Keçən il yaşanan sərhəd toqquşmaları və həll olunmayan Kəşmir problemi iki ölkə arasında müharibə ehtimalının bir müddət sonra közərə biləcəyini deməyə əsas verir. 2026-cı ildə Sudan və Şimali Afrikada münaqişə riskləri yüksək qalır. Sudanda daxili silahlı qarşıdurmaların intensivləşməsi ehtimal olunur. Sahel regionunda etnik və siyasi gərginliklər davam edir. Bu bölgələrdə humanitar böhran və qaçqın axınları
yaxınları müşahidə oluna bilər. Beynəlxalq ekspertlər burada stabilliyin hələ də zəif olduğunu bildirirlər. Bundan başqa son aylarda Venezuela və ABŞ arasında gərginlik də aktuallığını qoruyur. Hazırda Vaşinqton sadəcə narkotik ticarəti ilə məşğul olan gəmiləri vurur. Ancaq bəzi riskləri nəzərə alan Ağ Ev istədiyinə nail olmasa, ilin ortalarına qədər quru və hava əməliyyatı qaçınılmazdır. Rusiyanın artan sabotaj təhdidləri isə qoca qitə ilə geniş eskalasiya riskini hər zaman olduğu kimi gündəmə gətirir. Analitiklər Avropa-Moskva arasında yaşana biləcəyi hər hansı bir müharibə ehtimalını Ukrayna ilə əlaqələndirir. Yeri gəlmişkən Rusiya-Ukrayna cəbhəsində vəziyyət hələ də qeyri-sabit olaraq qalır. Bəzi analitiklər müharibənin yaxın zamanda sona çatacağını qeyd etsələr də, digərləri bildirir ki, Kiyev Rusiyanın ərazi güzəştli şərtləri ilə razılaşmayacaq və buna görə də Kremlin hədəfinə çatmadan müharibə bitməyəcək.